Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmənin növbəti baxış iclasında da Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, tədqiqi davam etdirilir. Məhkəmə prosesində zərər çəkənlər ifadə verirlər, təqsirləndirilən şəxslər dövlət ittihamçılarının suallarını cavablandırırlar. Eyni zamanda bu cinayət işi üzrə çoxsaylı sənədlər var ki, onlar da məhkəmə prosesində təqdim olunur və tədqiq edilir. Məhkəmə prosesində bir daha təsdiqini tapır ki, Ermənistan dövləti, onun vəzifəli şəxsləri, silahlı qüvvələri Azərbaycana qarşı heç bir qanuna, beynəlxalq hüquqi sənədə sığmayan müharibə aparmaqdan ötürü, təcavüzkar müharibə aparmaqdan ötürü cinayətkar dəstə yaradıb. Hansı ki, həmin cinayətkar dəstənin üzvləri Serj Sarkisyan, Robert Köçəryan, Samvel Babayan, Monte Melkonyan və digərləri olublar. Və bugün məhkəmə qarşısında əyləşən 15 nəfər də həmin cinayətkar dəstənin tərkibində Azərbaycana və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət əməllərində iştirak etməkdə təqsirli bilinirlər. Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, muzluluq, deportasiya, soyqırım və digər cinayət əməllərində təqsirli bilinirlər. Məhkəmə prosesində bir daha təsdiqini tapır ki, o zaman Azərbaycan ərazilərində qondarma rejim yaradılıb qanunsuz şəkildə, hansı ki, bugün məhkəmə qarşısında əyləşən həmin 15 nəfər də həmin qondarma rejimdə vəzifə tutduqlarını, dırnaqarası vəzifə tutduqlarını etiraf edirlər və qeyd edirlər ki, bütün həmin vaxtı, bütün göstərişlər, bütün orada icra olunan məsələlər hamısı Ermənistandan birbaşa koordinasiya olunurmuş və eyni zamanda həmin vaxtda Azərbaycan ərazilərində qanunsuz yaradılmış ordu, dırnaqarası ordu, silahlı birləşmələr də birbaşa Ermənistanın Müdafiə Nazirliyindən idarə olunurmuş və bütün təchizatı da silahla, digər təchizat da Ermənistandan aparılırmış. Məhkəmə prosesində çoxsaylı sənədlər, sübutlar təqdim olunur. Hansı ki, həmin sənədlərin bir qismi o zamanlar beynəlxalq müstəvidə qəbul olunmuş sənədlərdir, beynəlxalq konvensiyaların zid şəkildə Ermənistanın hərəkətini pisləyən sənədlərdir. Məhkəmə prosesi açıq keçirilir, təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi ilə təmin olunub, eyni zamanda onlara rus və erməni dilində də tərcüməçi ayrılıb. Qeyd etdiyimiz kimi açıq keçirilən məhkəmə prosesinə biz xəbərlərin növbəti buraxılışında daha geniş məlumatlar çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiyaya ötürürük.